Bağışlayan və mehriban Allahın adıyla salamlayıram hər birinizi dəyərli tamaşaçılar. Bu mübarək Ramazan ayının 11-ci günündə yeni bir ayə ilə, yəni Quran-ı Kərimin 11-ci cüzündən olan gözəl bir ayə ilə sizin qarşınızdayım. Tövbə surəsi 128-ci ayə. Gəlin Quran-ı Kərimin bu ayəsində Allahın bizə hansı mesaj verdiyini, nəyi çatdırdığına diqqət edirək. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Laqad ca'akum rasulun min anfusikum azizun alayhi ma anittum haris alaykum bil mu'minin raufur rahim. Bu ayədə Allah Taala peyğəmbər barəsində bəhs edir. Hansı ki peyğəmbər barəsində Tövbə surəsi 128-ci ayədə belə buyurur. Həqiqətən sizə mələklərdən və cinlərdən deyil, özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır. O sizin iman gətirməyinizi və kəmala çatmağınızı çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır. Yəni, peyğəmbər Allahın lütfi ilə nə mələklərdən, nə cinlərdən oldu bizim üçün. Eynilə bizim özümüzdən, öz aramızdan biri oldu və peyğəmbərin tək istəyi budur ki, biz əziyyət görməyək, zərərə düşməyək, düçar olmayaq. Peyğəmbər üçün bu iş çox ağırdır. Və o bizim iman gətirməyimiz və kəmala çatmağımız üçün çalışdı. Yəni, həris idi bu işdə ki, biz iman gətirək, kəmalata çataq. Və möminlərə qarşı çox mərhəmətli və mehribandır peyğəmbər. Baxın, peyğəmbərin xüsusiyyəti barəsində danışır. Ümumiyyətlə, əgər peyğəmbərin əxlaqına, ümumiyyətlə hədislərə, tarixə biz diqqət yetirsək, peyğəmbərin xüsusiyyətləri haqqında bir çox şeylərə rast gələrik. Peyğəmbər ona qarşı xəta eləyənlərə güzəşt eləyirdi. Heç vaxt hansısa bir kəsi sırf öz nəfsi xatirinə vurmadı. Yəni, onlara qarşı sırf öz nəfsi xatirinə çıxmadı. Məhz İslamın yaşaması və yayılması üçün müharibələr baş verirdi. O da əksəriyyəti müdafiə xarakterli idi. Və Peyğəmbərimiz belə bir şəxs idi ki, həmişə 1-2 gün əgər öz səhabələrindən kimisə görməsəydi, mütləq gedib ona baş çəkərdi ki, görsün onun başına hansı hadisə gəlib. Gecə-gündüz yoxsulların xidmətində idi. Yəni, özü ac qalardı, razı olardı ki, özü ac qalsın, amma ümmətində olan hansısa bir səhabənin ac qalmasına razı olmazdı. Və onların problemləri ilə məşğul olurdu. Hətta razı deyildi ki, o daxil olanda hansısa bir məclisə əyləşən şəxslər ayağa qalxsın. Amma hər hansı bir şəxs onun məclisinə daxil olsaydı, oturan halda olsa belə ayağa qalxardı və əlini uzadardı həmin şəxsə. Heç zaman görüşəndə görünmədi ki, Peyğəmbər əlini birinci geri çəkən şəxs olsun. Həmişə gözləyirdi ki, qarşı tərəf əlini geri çəksin görüşən zaman. Peyğəmbəri heç kəs salamlaşmaqda, yəni önə keçə bilmədi. Peyğəmbər həmişə başqalarına ən birinci salam verən şəxs idi. Kiçik ilə kiçik kimi, böyüklə böyük kimi rəftar edirdi. Və Peyğəmbərin bu kimi bir çox xüsusiyyətləri var idi. Yəni, insanlara ürək yandırırdı, insanların qayğısına qalırdı, insanlarla maraqlanırdı. Çox fədakarcasına öz ümmətinə nisbətdə rəftar edirdi. Və bizim Peyğəmbərimiz həqiqətən də bütün Peyğəmbərlərin arasında yeganə Peyğəmbərdir ki, hətta hər nə qədər əziyyət olsa da, yəni öz ümmətinə nifrin eləməyə belə əli gəlmir, dili gəlmir. Bu Peyğəmbərin xüsusiyyətləridir ki, biz həqiqətən də bunu nümunələrini tarixdə çox görə bilərik. Böyük adamların həmişə qəlbləri də geniş və böyük olur. Bu ayə bizə öyrədir ki, Peyğəmbəri özünüzə örnək götürün və çalışın öz zərfiyyətinizi, yəni tutumunuzu böyüdün. Qəlbinizi genişləndirin ki, insanlara nisbətdə Peyğəmbərin rəftarı ilə davranmağa çalışasınız, bacarasınız bunu. Allah bizdən istəyir ki, Peyğəmbəri tanıyaq ilk növbədə, hansı ki, ən ürəyi yanan şəxs idi insanlara. Yəni, insanlara nisbətdə ən mərhəmətli kəs idi Peyğəmbər. Onun yolunu getməyə çalışaq. Yəni, Allahın bizə çatdırdığı nöqtə məhz bu ayədə budur ki,
İlk növbədə bizim Peyğəmbərimizi bizə tanıtdırır və çatdırır ki, o necə bir şəxs idi və bizə ürək yandırırdı, bizim üçün təbliğ yolunda, bizim üçün iman yolunda nə qədər çalışırdı və daha sonra onun mərhəmətinə işarə edir və onun yolunu getməyə bizi dəvət edir. Yaxşı, bəs nə edək ki, biz bu yolda müvəffəq olaq, Peyğəmbərin yolunda, Peyğəmbərin addımları ilə irəli gedə bilək. Birincisi budur ki, öz qohum, qonşu, dostlarımızın dərdinə şərik olmağa çalışaq. Yəni onlarla həmdərd olmaq üçün, onlara baş çəkək, onlarla ünsiyyət qurmağa çalışaq. Və qonşu, qohum dərdini, onların problemlərini məhz özümüzün problemləri və dərdi bilək. Şərik olmaq məhz budur. İkinci nöqtə budur ki, çətinliklərdə, hər hansı bir çətinliklər baş verəndə təklik hiss etməyək. Yəni, ən azından Peyğəmbərin bizə nə qədər mərhəmətli olduğunu, ürək yanan bir ata olduğunu hiss edək, onun mehribanlığını xatırlayaq və çətinliklər zamanı bu bizə güc və qüvvə versin. Üçüncü nöqtə budur ki, ən azı həftədə bir dəfə başqaları ilə həmdərd olmaq üçün onlara baş çəkməyə çalışaq. Necə ki, Peyğəmbərimiz bu işi görürdü. Məsələn, əgər xəstələr varsa, xəstələrin ziyarətinə gedək, yoxsullar varsa, yoxsulların evinə ziyarətə gedək, ən azından əli dolu gedək onların evinə, problemlərini həll eləməyə çalışaq. Hansısa bir dostumuzun danışmağa ehtiyacı varsa, məhz onu danışıqla aram etməyə çalışaq və onun köməyinə yetişək, onun ziyarətinə gedək ki, hansı ki bu şeyləri Allah Teala çox bəyənir və sevir. Bütün bu saydığım şeylər hamısı Peyğəmbərin həyatında var idi və Peyğəmbər bunun üçün ən yaxşı örnəyi idi. Əgər istəyiriksə bir çox nümunələr əldə edək, məhz Peyğəmbərin həyatına baxıb nümunələr çıxarış edə bilərik. Mənim fürsətim az olduğu üçün sizə bir neçə misallar və nümunələr təqdim edirəm. İnşallah ki, Allah Teala sizi bu mübarək ayda sabit qədəm eləsin və inşallah ki, Allah Teala Peyğəmbərin yolunu getməkdə, Peyğəmbərin şəxsiyyətini tanımaqda müvəffəq etsin. Sizi bugünlük də Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.